Lənkəranda avtomobil obyektə çırpılıb, sürücü ölüb. Hadisə axşam saatlarında Lənkəran şəhərinin Molla Pənah Vaqif və Mirzə Məhəmməd Axund küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini 57 yaşlı Vüqar Bağırov idarə etdiyi VAZ 2107 markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarə etməni itirib və nəqliyyat vasitəsi obyektə çırpılıb. Sürücü hadisə yerində ölüb. İlkin məlumata görə sürücü sükan arxasında ürək tutmadan ölüb və avtomobil yol kənarındakı obyektə dəyib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. Polis geldi.